saçım çok şişik. Allah'ım yarabbim, nedir günahım? Galiba saçlarımı toplayacağım arkadaşlar. Sevgi değil. Hadi ravi yaşadım. Bu arada hara getdiyimi bilmək istəyirsiniz, imtahana gedirəm. 9-cu sinif qabiliyyət imtahanı. Yəni buraxılış imtahanı deyil, qabiliyyət imtahanıdır. Bugün onu verəcəm və vlog çəkirəm. Qabiliyyət imtahanı vlog çəkmişik. Metrodayım. İndi buradan inşaatçılara getməliyik. Çünki məktəb inşaatçılar tərəfdədir deyəsən. İmtahandan gəldim. İmtahan necə keçdi? Yaxşı keçdi. Yəni ürəyimcə oldu mu? Yəni bir dənə parçası, natürmortun parçası tam da ürəyimcə olmadı, amma sonra uzaqda baxanda o qədər gözümə qəşəng gəldi ki, yəni çox qəşəng gəldi gözümə, amma bilmirəm, məncə onun üzərindən 7-si və yaxud da 8-i ola bilər. Nə deyirdim? Dilimdən çıxdı bir dəqiqə. Bir də əllərim falan hər tərəfi qapqara olmuş imtahandan çıxanda. Getdim, yudum, sonra otağımızın nəzarətçisi gəldi və məni pilləkəndən düşərkən ancaq təriflədi ki, çox qəşəng çəkmisən falan filan. Amma bilmirəm. Umarım akademik yoxlayanlar da elə baxarlar, yəni qəşəng çəkdiyimi deyərlər və 8 bal verərlər. 8, 9 bilmirəm, verməzlər məncə, amma 8 verərlər. Bir şey demək istirdim. Mən keçən videoda hansı videoydu o? Ad günü vlogda çəkmişdim və ancaq linçlənmişdiniz ki, saçınla belə oynayırsan falan. Açıkçası biraz üzüldüm dediklərinə, amma sonra getdim videoya baxdım axırdan sonra, çünki mən tam baxmamışdım videoya. Videonu yükləyəndən sonra, siz yazdıqdan sonra baxdım və gördüm ki, həqiqətən yəni vlog saçımla oynama vlog olur və həqiqətən biraz yəni saçımla oynama vlog olub. Amma mən bunu bilərəkdən, yəni gözəllik şeyini görüb falan yapmıyorum, eləmirəm yəni. Konuş artıq kanka. Üçün edirəm. Saçım mənim qıvrım və şişdi. Yəni qıvrımdır da saçım. Və düzləşdirəndə saçımı şişir və mən də əlimlə belə eləyirəm ki, şişi yatsın. Yəni takıntı olaraq olub məndə. Yəni bilərəkdən eləmirəm. Takıntıdır. İstəmsizcə əlim saçıma gedir. Belə bir şey var məndə. Yəni o yüzden linçləməyin artıq lütfən. İmtahana çıxanda özümə tint aldım. Baxın, tinti bura tutmuşam. Qəşəng tintiydi, pis deyildi. Qəşəngdi. Bir də ki, 2 dənə lip balm aldım. Birini iyi, çox xoşuma gəldi. O birisi də pis deyil, rəngi qəşəngdi. İndi dənəməmişəm dodağımda. Bir dənə o videoda dənədiyimi dənəmişəm. Qalan dodağımda heç birini dənəməmişəm. İndi dənəyəcəm. Sizlə birlikdə dənəyik. İndi dodağımda ürün var. Onu silim, sonra dənəyək. Ay
Bu gün o kadar istəyirdi. İmtahanda tək dərdim istəyirdi. Bu başqa heç bir dərdim yoxdu. Stres falan da değildim. Ama tək dərdim həqiqətən istəyirdi. Yani hiç sərin değildi. Sistem pişirdim. Bıldır bıldır terler akıyordu bende. Tamam, sildi. Bunu bu tinti axırınızdan yazın. Çünkü bilirsiniz ki tinti vurduqda artıq silmək qeyri-mümkün bir hava alır. Ona görə də ilk bunu deneyeceğim. Bir pis deyil, qəşəngdir. Yani o kadar denenci değil. Sadece biraz pembelik verir. Ama hoşuma geldi, pis değil. Acaba kaldıkça rengi alır mı bilmiyorum. Ama rengi elə bir ki şeffaf pembe kimi bir şeydi yani. Hoşuma geldi. Mesela makyaj eləmək istemediğiniz günler sürüp çıkabilirsiniz. Bir de bunu deneyeceğim. KitKat'ta bunu denemiştim ama sadece birden vurmuşum yani heç nə baxmamışdım. Bunun iyi çox qəşəngdir. Həqiqətən şikaltıyor. Eyni rəngdədirlər orada. Səhvən eyni rəng olmuş. Yani bu da heç bir rəng vermir. Sadece lip balmdır. Yani dodağınızı qurumaktan koruyor. Ve sonunda buna geldik. Bunu deneyeceğim. Bu biraz çıkması zor olan bir şey. Ay çok qəşəngdir, dolu dolu. Ben neçə vaxt bunu istedim, tapa bilmədim. Onu sonunda tapdım. Ay çok qəşəngdir. Bunu çok beğendim, çok qəşəngdir. İndi bunu dodaq qələmsiz elədim də. Dodaq qələmlə eləsəm daha qəşəng olar. Amma rəngi həqiqətən daha çox xoşuma gəldi. Tam istədiyim tipdəndir. Bu arada tuşanı deyim, əcəmdə Vibera adında tuşanda istəsiz aradıb baxa bilərsiniz. Tam Pinterest tuşanıdır. Yəni o qədər xoşduram o tuşanı. Yani can atıyorum oraya gitmək üçün. Çox xoşduram. Məncə siz də baxın, bəlkə məncə bəyənərsiniz çünki qəşəng. Reklam deyil bu arada, çünki yəni tövsiyədir, reklam deyil. Qəşəng tuşandır sadəcə. İndi əşyalarımı yerbəyer eləyim. Sonra yenə kameranı atarım. Kanka herkes futbola bakıyor.